Deməli, artıq biz kalkulyatorumuzda son hissəyə, əsas hissəyə keçə bilərik. Yəni əsas hesablama əməliyyatını aparmağa. Tətbiqimizi çalışdıraq. Deməli, biz sonuncu dəfə rəqəmləri daxil etməyi və sil butonuna klik olunanda e, deməli hər dəfə sondan birini silməyi tətbiq eləmişdik. O funksiyonallığı tətbiq etmişdik. Yəni ki, əlimizdəydi. Yəni əsas rəqəmləri daxil etməyi həyata keçirmişdik, silməyi həyata keçirmişdik. İndi əsas hesablamanı, toplamanı, çıxmanı həyata keçirir. Bir də burada belə bir problem var. Hansınasa basanda burada elə bir problem var. Plus butona klik olunanda butonun bütün yəni ki teksti gəlir bura düşür. Bizə lazımdır ki bir dənə plus rəqəmi bura nəyəsin düşsün. Bir də burada elə bir bu clear butonuna klik olunanda bütün displeyi təmizləsin. Onu da yazaq. Display deməli layer deyirik. Deməli wow, yetenəkliyə set on click listener yetenəkliyə də burada çağıraq. Daha doğrusu funksiyon adı neydi? Display ekleyelim. Bir de plus meselesi var idi. Plus'a basanda burada düzgün çalışmır. Buraya basandıklarımızda için. Bu display ekleyelim. Yani burada çağıralım. Bir de bu pattern clear all var. Her ikisine klik olunanda biz isteyirik ki ekranı temizlesin. Telefonda edək. Bunu da private elan edək. Deməli, gələk əsas hesablama əməliyyatımızı yazmağa başlayaq. Deməli, bizə lazımdır buradan gələcək hesablama calculator log. Burada bu funksiyonu çağırmamışıq. Bunu çağırır. Burada calculator log funksiyasını da yazırıq. Error gəldi birbaşa ekrana. O niyə gəldi? Bir dənə baxaq. Deməli ki, deməli biz calculate funksiyasını nə etməliyik? Əslində bu butona, yəni equal butonuna klik olunanda çağırmalıyıq. Yəni onCreate yaranan kimi, proqram işə düşən kimi çağırdığımız zaman burada hər iki operant null olur. Biz də nə demişik? Demişik ki, əgər operant 1 və operant 2 hər ikisi null olarsa, show error funksiyasını çağırsın, yəni erroru göstərsin. Ona görə sadəcə equal bərabərdir
butonuna klik olunanda biz calculator loop'u çağırmalıyıq. Çağırmışıq biz. Burada deməli generate ekran və burada yaratmışıq. Biz bunu kaydedirik. Onu da burada deyirik. Calculate loop funksiyamızı da yazdıq. Təzədən proqramı işə salırıq. Biz artıq error gəlmədi, çünki neyləyəcək? Biz ancaq bərabərə basanda bu funksiya işə düşəcək. Biz bərabərə basmayanda işləməyəcək. Deməli, bir dənə də problem var idi ki, biz burada əməliyyat aparmaq istəyəndə bu plus işarəsi gəlmirdi. Yəni ki, bütün button'ın öz paketinin adı keçirdi burada. Onu da düzəldək, baxaq niyə elə olur. Notda deməli, operatorun özünü çağırır. Deməli, input plus bərabərdir. Operator text deməliyik burada. Plus, məsələn, 10 deyək, bərabərə basaq. Əməliyyatımız düzgün icra olunmur. Çünki burada baş verən hadisə budur. Biz plus butonuna klik elədiyimiz zaman əməliyyat götürülməlidir, plus olduğu və bura gəlib ötürülməlidir. Burada əməliyyat icra olunmalıdır. Lakin plus butonun mətni düzgün götürülmədiyi üçün bu blok işləmir. Gəlir else blokunda show error metodu işləyir. Və sonda da OP1 qayıdır. Yəni birinci yazdığımız rəqəmin özü qayıdır. Yəni görürüz, burada OP1 demişik. Yəni birinci yazdığımız rəqəm nədirsə, o geriyə qayıdır. Bunu həll eləmək üçün biz gəlirik burada var operator deyirik. Top level'də bir operator elan edirik, boş göndəririk. Gəlirik calculate loop funksiyamıza. Burada if blokunun içində var operator bərabərdir operator nöqtə text to string deyirik. Bunu da operator yox, OP deyirik ki, qarışıqlıq düşməsin. Yəni compiler başa düşsün ki, burada hansı operatordan söhbət gedir. OP deyirik. Bunları da OP deyirik. Yazaq. Bura artıq operator text nöqtə to string yox. Buradan varı silirik. Yuxarıdakı olmalıdır. Yəni ki, burada var yazsaq düzgün olmayacaq. Yəni mütləq varı silməliyik ki, bu elan elədiyimiz operatora mənimsəsin. Bunu da var eləyirik. Artıq bu operator nöqtə text to string yox. Top level'də elan elədiyimiz operatoru göndəririk. Tətbiqimizi yenidən işə salırıq. Hesablama əməliyyatını eləyirik. Məsəl üçün 500 gəlir. 6 bərabər basıb 11 silirik. Məsəl üçün 40 çıxılsın. Məsələn 22 deyirik. Burada əməliyyatı düzgün aparmadı. Ona da baxarıq niyə görə aparmadı. Məsəl üçün çıx 5 çıxaq 1 deyək. Çıxma əməliyyatında standart bir cavabı geri qaytarır. Şimdi biz burada loqlama əməliyyatı aparaq, problemin səbəbini tapacağıq ki, niyə istənilən halda, istənilən sıx qoyanda 11 gəlir. Ona görə gəlirik biz calculate loop funksiyamıza, burada cavabı harda alırıq? Burada alırıq. Bir dənə bura loqlayaq. Deməli, takip edəyək my calculator. Bir dənə bura tak qoyaq. Bir dənə bura tak qoyaq. OP1 string
Böyle diyerek. OP1 diyerek. OP2, OP operator diyerek. Programı işe salaq. Biz prosesi burada necə izləyəcəyik? Məsəl üçün 5 çıxılsın 5 deyib bərabərə basırıq. Bir dəfə error gəldi. Məsələn 8. O errora baxarıq. Əvvəlcə bu 11-in səbəbini çıxar. 8, 1. Deməli nə baş verir? Bu dəfə isə sadəcə error yazılır. İndi biz my calculator çarını kopyalayırıq. Gəlirik logqatı açırıq. Burada bu tağı buraya yapışdırırıq.